Salam müəllimlər. Bugün sizlər üçün məntiq xətaların izahını verəcəm. İzaha keçmədən öncə nəzərinizə çatdırım ki, davamlı izahlardan faydalanmaq üçün kanalımıza abunə olmağı və bildirimləri açıq saxlamağı unutmayın. Başlayaq. İlk məntiq xətamız həddən artıq ümumiləşdirmə adlanır. Deməli, bu nə deməkdir? Bir-iki nümunə olur ki, onu bütün qrupa aid etmək düşüncəsidir bu. Nümunələr də verilib. Əlavə sizə yenə nümunələr deyəcəm, daha rahat başa düşəsiniz deyə. Deməli, taksi xidməti üçün Toyota Prius markalı avtomobildən istifadə edən müştəri yolda qəzaya uğrayır və bu müştəri səhv mühakimə yürüdür ki, bu qəza ona görə baş verdi ki, maşının markası Priusdur. Deməli, bütün Prius markalı maşınlar təhlükəlidir. Yəni, qəzanın baş vermə səbəbi maşının markası ilə ölçülə bilməz. Təbii ki, bu yanlışdır. Doğru əsaslı mühakimə belə olmalı idi ki, hadisə sürücünün ehtiyatsızlığından baş verdi. Bundan sonra tətbiqdə sürücünün dəyərləndirmə səviyyəsinə baxmalıyam. Yəni, müştəri əsaslı mühakimə olaraq bunu deməli, yürütməli idi. Digər bir nümunə də çəkim ki, deyək, 7B sinifində bəzi dəcəl oğlanlar var. Bəzi müəllimlər düşünür ki, 7B sinifi çox dəcəl sinifdir. Amma bir-iki şagirdin dəcəl olmasını bütün sinifə aid etmək düşüncəsi məntiq xətasıdır. Ona görə də doğru mühakimə elə olmalı idi ki, 7B sinifində dəcəl şagirdlər olsa belə, əslində 7B sinifi yaxşı sinifdir. Digər məntiq xətası özünü bənzətməkdir. Bu nə deməkdir? Bir şeyə hörmət edilən şəxs əgər inanırsa, deməli bu doğrudur düşüncəsi. El arasında buna bəhsə girmək də deyilə bilər. Yəni, bir nəfər onunla məşğul olursa, daha hörmət edilən şəxs, nümunəvi insan, deməli bu doğrudur düşüncəsi. Burada da nümunə göstərib, məktəbin ən məşhur qızı voleybolla məşğul olur. Deməli, mən də voleybolla məşğul olmalıyam. Bu, təbii ki, səhv mühakimədir. Doğru mühakimə, əsaslı mühakimə olmalıdır ki, mən isə gimnastikanı sevirəm, müəllimim də gimnastika ilə məşğul olmağı tövsiyə edir. Deməli, gimnastika ilə məşğul olmalıyam. Başqa bir nümunə çəkək. Deməli, qonşuluqda olan qız, misal üçün Ayan adlı qız, hər dəfə yaşıl donlar geyinir, yaşıl geyimlər geyinir. Hər kəs onun zövqlü olduğunu düşünür. Gərək mən də yaşıl rəngdə donlardan, geyimlərdən istifadə edəm ki, mənim də zövqlü olduğumu düşünsünlər. Bu, təbii ki, yanlış mühakimədir. Doğru mühakimə olmalıdır ki, Ayana yaşıl rəng yaraşır, amma mənə yaşıl rəng yaraşmaya da bilər. Deməli, rənglə bunu tam demək olmaz. Bu da yanlış. Bu, əsaslı doğru mühakimə belə olmalıydı. Digər məntiq xətası cəmiyyət tərəfindən qəbul edilməkdir. Latınca, deməli, populum adlanır. Yadınızda qalsın. Soruşula bilər, testlərdə qarşınıza çıxa bilər. Bu nə deməkdir? Bir şeyi çoxluq qəbul edirsə, deməli, o düzdür. Və ya bir şeyi çox insan xoşlayırsa, deməli, o yaxşıdır düşüncəsi. Burada da nümunə göstərib. Hamı dəbdə olan sarı rəngli köynəklər və paltarlar geyinir. Deməli, mən də sarı paltar alıb geyinməliyəm. Bu, təbii ki, səhv məntiq xətası, səhv mühakimədir. Burada doğru mühakimə olmalıdır ki, mənə sarı rəng yaraşmaya da bilər. Ona görə dəbli və mənə yaraşan rəngdə paltarlar geyinməliyəm. Və yaxud da deyək ki, başqa bir nümunə göstərək ki, qonşumuzda Aytac adında qız var, hamı onu çox sevir. Aytac özü də sarışın, gözəl qızdır. Bəlkə mən də saçlarımı sarıya boyatsam, hamı məni də çox sevər deyə düşünən, düşüncədə olan insan məntiq xətasına yol verir. Yəni, bir insanın sarışın olması, saçlarının sarı rəngdə olması onu çox sevilməsi anlamına gəlmir. Yəni, burada doğru mühakimə belə olmalıdır ki, Aysel, misal üçün, sarışın ola bilər. Mənə də qara saçlar daha çox yaraşır. Mən onun sevilməyini, yəni başqa səbəblərinə fikir verməliyəm. Bu, sarışınlıqla yəni əlaqəsi yoxdur. Digər məntiq xətalarından biri şəxsi qərəzlikdir. Şəxsi qərəzlik deməli nə deməkdir? Bir dəqiqə müəllimlər. Adından da görüldüyü kimi şəxsi qərəzlikdən söhbət gedir. Latıncada hominem adlanır. Yadınızda qalsın, hominem. Burada
fikrə deyil, fikri səsləndirən şəxsə mühakimə yürütmək düşüncəsidir. Yəni biz bir insandan xoşumuz gəlmirsə, onun dediklərini də deməli eşitmirik, nəzərə almırıq, özünə münasibət bildiririk. Bu şəxsi qərəzlidir. Burada da nümunə göstərib, Ayan deyir ki, sahibsiz heyvanları sığınacağa götürməliyik. Səhv mühakimə verilib, Aydan özü çox qəribə qızdır, gülməli paltarlar geyinir və bizdən ayrı gəzir. Ona görə yəqin ki, dediyi də səhvdir. Təbii ki, bu səhv mühakimədir. Doğru mühakimə, əsaslı mühakimə olmalıdır ki, Aydanla dost deyiləm, amma dediyi həqiqətən doğrudur. Heyvanlara kömək etməliyik. Başqa bir nümunə də göstərmək olar ki, sən misal üçün bugün sinif daha doğrusu təmizlik nümayəndəsidir. Təmizlik nümayəndəsi neymiş? Həsən bugün növbətçidir və növbətçi olduğu vaxtda sinifin təmizliyi ilə bağlı şagirdlərə deməli məlumat verir. Orxanın Həsəndən xoşu gəlmədiyi üçün onun dediklərini qulaq ardı edir, eşitməməzlikdən gəlir. Və düşünür ki, Həsən kimdir ki, mən onun dediklərinə qulaq asmalıyam. Bu səhv mühakimədir. Doğru mühakimə də olmalıdır ki, düzdür, mən Həsəndən xoşum gəlmir, amma o növbətçi olduğu üçün onun dediklərinə qulaq asmalıyıq. Çünki bu da onun vəzifəsidir deyə düşünsəydi, bu doğru, əsaslı mühakimə olardı. Digər məntiq xətası boş adam deməli xətası adlanır. Adından da göründüyü kimi boş adam, yəni boş danışır. Burada deyilən əsas fikir qalır. Bilə-bilə fərqli istiqamətə fikirləri yönəldir və öz məqsədi burada öz mövqeyini nəyin bahasına olursa olsun gücləndirməkdən ibarətdir. Nümunə də verilib ki, şəhərdəki ekoloji problemləri həll etməyin yollarından biri velosipeddən istifadə etməkdir. Sizə mühakimə olaraq verilib ki, demək istəyirsiniz ki, şəhərdə ekologiyanın vəziyyəti pisdir. Fikir verirsiniz, necə səhv bir mühakimə verilib. Digər doğru əsaslı mühakimə də belə olmalıdır ki, demək velosipeddən istifadə üçün xüsusi yollar çəkmək lazımdır. Digər nümunə də göstərək. Deyə qənaət etmək üçün biz hər gün xərclərimizi nəzarət etməliyik deyə müəllim şagirdlərə məlumat verir. Şagirdin biri qalxıb deyir ki, müəllim, siz demək istəyirsiniz ki, mən bədxərcəm. Bunu düşünən şagird boş adam xətasına, məntiq xətasına yol verir, səhv mühakimədir. Burada doğru əsaslı mühakimə belə olmalıdır ki, deməli qənaət etməklə biz xərclərimizə nəzarət edə bilərik. Digər məntiq xətalarından biri çox danışmaq, çox mənalı danışmaq məntiq xətasıdır. Bu nə deməkdir? Fərqli mənada anlaşıla bilən sözlərdən istifadə etmək deyirik buna. Auditoriyanın fikrini yayındırır və sonda dediyi sözü fərqli istiqamətlərə çevirə bilir. Deməli, burada nümunə verilib ki, sənə verilən tapşırığı düzgün yerinə yetirməmisən. Deyilmişdir ki, bu məsələni öz aramızda danışmayın. Hər kəs ayrılıqda araşdırma aparsın. Sizə mühakimə nədir burada? Deyir, biz öz aramızda danışmamışıq. Sadəcə bir neçə şəkil və mesaj göndərmişik. Şəkil və mesaj göndərmək də bir danışmaq sayılır. Ona görə bu səhv mühakimədir. Doğru mühakimə, əsaslı mühakimə olmalıdır ki, doğrudur. Biz gərək heç bu mövzuda ünsiyyət belə qurmazdıq. Başqa bir nümunə deyək ki, müəllim şagirdlərin nəticəsindən razı qalmadığını deyir və misal üçün deyir, Murada deyir ki, sən dərslərə çox az vaxt ayırırsan, ona görə sənin belə nəticən oldu. Futbola çox vaxt ayırma. Dərslərinə daha çox vaxt ayır, çünki sənin potensialın güclüdür, onu genişləndirməyə, inkişaf etdirməyə bax. Murad qalxıb deyir ki, müəllim, mən futbola çox vaxt ayırmıram ki, sadəcə futbolları izləyirəm. Fikir verirsiniz, çox mənalı danışır. Burada əsaslı deməli mühakimə, doğru mühakimə olmalıydı ki, doğrudur, futbola çox vaxt ayırmaq məni dərslərimdən uzaqlaşdırır və mən dərslərimə az vaxt ayırmış oluram. Sonuncu deməli məntiq xətamız sirkulyar arqument adlanır. Bu nə deməkdir? Fikrimizi əsaslandırmaq üçün yürüdülən mühakimə, bir neçə ehtiva etmir. Bu nə deməkdir? Əvvəlcədən deyilmiş fikrə sadəcə dəyişərək istinad edilir. Eyni fikir dəyişilərək yenidən bizə qaytarılır. Bu deməkdir. Misal üçün nümunə verilib kitabda.
siqaret çəkmək məsləhət görülmür, çünki sağlamlığımıza ziyandır. Burada səhv mühakimə odur ki, mən siqaret çəkmirəm, çünki sağlamlığıma ziyandır. Yəni eyni fikri, yəni sözlərin yerin dəyişməklə deməli mühakimə yürütmək səhv mühakimədir. Doğru mühakimə olmalı idi ki, mən siqaret çəkmərəm, çünki həyatımı sağlam yaşamaq istəyirəm. Və yaxud da başqa bir nümunə deyək ki, yağlı qidalardan çox istifadə edəndə bu deməli sağlamlığımıza ziyan vurur. Və burada səhv mühakimə olaraq deyilir ki, mən yağlı qidalardan istifadə etmirəm, çünki sağlamlığıma ziyandır. Fikir verin, eyni sözlərdə, eyni cümlədə sadəcə biraz fərqli şəkildə təqdim olunur. Amma doğru mühakimə olmalı idi ki, mən yağlı qidalardan bir daha istifadə etmərəm, çünki sağlamlığım hər şeydən önəmlidir, hər şeydən vacibdir. Deməli, müəllimlər, məntiq xətalar haqqında bu qədər. Ümid edirəm ki, razı qaldınız. Razı qaldısa və yaxud da razı qalmadınız.